Asıldan zatdan qoy, neymişdi ta? Bezdim axıday, belə yaşayış olar. Bezdim taş. Dur. Ha, ne olur? Səhər açılıb dur. Son nefessiz, son nefessiz durayım. Az ne olur? Dur getdi. Hara gedir? Gedəndə bilərsən, dur. Ha, ne olur? Ala buna son nefes ver. Gene beni boğurdular yuxuda. Kardeş məndən əl çəkmirlər bunlar. Ayrı, məni bura niyə getdin sən? Gəl də, gəl. Doktor, mən sizlə danışmışdım. Bəli, mənlə danışmışsınız. Deməli sizdə xorultu problemi idi. Sizə dodağınızda biraz işlər var. Hamısını aradan qaldıracağıq. Nuranə xanım, heç zəhmət olmasa doktor, zəhmət olmasa birinci bunun xoruldamalını kəsin. Ay qardaş, xoruldan oldu elə mənəm. Sən ağa... Onda çox üzr istəyirəm. Onda bunun xoruldamalını kəsin. Ay doktor, sənin başına dönüm. Mən 27 ildir xorulduyuram. O nətər kəsəsən? Sən mənə Rəsul 2 dəqiqə vaxt ver, mən onun bir yolluq kəsəcəm. Yaxşı. Ha, güya heç söz. Nağarım ondan. Heç nə, ağzını aç. Hə. Mən yekunlaşdırdım. Ay prosedur doktor. bitdi. Bu qədər ağrısız bir şey o. Əlbəttə ki. Biraz elə bir damağın bərkidir, yüngül var. Hə, elə olur da. Ondan da keçib gedəcəm. Sonra mən xorulamayacağım. Yox. Arvad! Ay həkim, mən istəyirəm axı onu. Ay xanım, siz niyə anlamırsınız? Biz bu proseduru sizin yoldaşınızın üzərində tətbiq eləyəcəyik. Qardaş, nə tatbiq edirsiniz mənim üzərimə? Patona lipleyik, dodaqlarınızı böyüdəcəyik. Mən silikondan zaddan qorxuram. Mən yiyirsən, onu elə də. Qardaş, silikon, cezat belə şeylərdən istifadə eləmirik. Bax da xidmətlərimizə bax. Ay, sağ ol. Ayderim Estetik Tibb Mərkəzində bax görünən xidmətlər var. Hamısına Yox, yararar. xidmət bildim, qardaş, o dodağın istəyir, onu elə də. Xanım o. Bax mən çox əsəbiyəm. Sən uje məni əsəbləşdirdin. Nuranə xanım. Ay,